Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan yola salınır. Cənazə xəstəxanadan çıxarılaraq məscidə aparılıb. Zəruri prosedurlar yerinə yetirildikdən sonra təyyarə ilə Bakıya göndəriləcək. Sabah Rasim Balayevin vida mərasimi keçiriləcək. 1-ci Fəxri Xiyabanda dəfn ediləcək. Xalq artisti Şəfiqə Məmmədova isə bildirib ki, bu xəbər onu dərindən sarsıdıb. Çox pisəm, sözün açığı özümə gələ bilmirəm. Belə bir xəbər gözləmirdim, yolunu gözləyirdim, amma belə gələcəyini heç düşünməzdim. O təkcə böyük sənətkar deyildi, həm də çox gözəl insan idi. Hər zaman səmiyyəti, sadəliyi ilə seçilirdi. Allah rəhmət eləsin, bu həqiqətən faciəvi hadisədir. Biz böyük bir sənətkarı, Azərbaycan mədəniyyətinin sütunlarından birini itirdik. Xalq artisti Alim Qasımov bugün vəfat edən xalq artisti Rasim Balayevlə videosunu paylaşaraq bunları yazıb. Əziz Rasim Balayev, sən təkcə böyük sənətkar deyil, həm də sadiq dost, dəyərli insan idin. Sənin yoxluğun dostların üçün sözlə ifadə olunmayan bir boşluqdur. Ruhun şad, məkanın cənnət olsun. Allah sənə rəhmət eləsin.